Həmin gün 2009-cu il oktyabrın 10-cu Moskvanın mərkəzində yerləşən Vagankovskaya qəbristanlığının ətrafına 10 tam mühasirəyə almışdı. Əzizlərinin qəbrini ziyarətə gəlmiş qoca nənələri belə içəri buraxmırdılar. Həm polis, həm də dəfnə rəhbərlik edən Det Xasan ən yüksək səviyyədə təhlükəsizlik tədbiri görmüşdülər. Amma heç kimin xəbəri yox idi ki, dəfnə xüsusi olaraq 2 nəfər killer də göndərilir. Dəfn başa çatandan sonra isə onlar öz missiyalarını həyata keçirəcəklər. Killerlər dəfnə Ramizi, yəni Qarbatı Ramizi vurmaq üçün göndərilmişdilər. Yesenin Vysotski, Abdulov kimi dahilərin də dəfn olunduğu qəbristanlıqda həmin gün başqa bir əfsanəni torpağa tapşıracaqdılar. İzdihamın böyük olacağı əvvəldən məlum idi. Ən azı ona görə ki, bir neçə gün əvvəldən Moskva xəfiyyəsi dəqiq məlumat almışdı ki, keçmiş MDB ölkələrindən 300-ə yaxın oğru dəfində iştirak edəcək. Onların çoxunun isə bir-birini görməyə gözü yox idi. Məhz bu səbəbdən təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil edilmişdi. Yaponçiki Vyacheslav Ivankovu dəfn edəcəkdilər. Bir ay əvvəl Moskvada yerləşən Tayski Slon restoranından çıxanda vurulmuşdu. O vaxtdan da komadaydı. 2 gün əvvəl isə dünyasını dəyişmişdi. Rusiyada sonuncu dəfə Yaponçik səviyyəli avtoritetin sui-qəsdə məruz qalması 1994-cü ildə qeydə alınmışdı. O zaman Moskvada Otarik Vantrishvili sui-qəsdə məruz qalmışdı. Çox ağır yerdi Şuşa türməsi. Təsəvvür edin, o qədər də böyük olmayan bu həbsxanada 800-900 adam saxlanılırdı. Özü də qırmızı zon sayılırdı. Orada düz əməlli yemək aparmaq olurdu, nə də hansısa sovqa. Bustaqlara da olmazını əziyyət verirdilər. Bustaqların arasında böyük hörməti vardı Ramizin. Həbsxanadakı özbaşınalığı ədalətsizliyi görürdü, mübahisə edirdi. Buna görə də tez-tez karsera salınırdı. Ramizin məhkəməsi bir aya yaxın çəkdi. O vaxtı qanunlara görə onu ölüm cəzası gözləyirdi. Amma istintaq düz əməlli heç nəyi sübut edə bilməmişdi. Elə prokuror da hökm oxuyanda güllələnmə cəzasından vaz keçdi. Ramiz Fərzəliyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Hakim isə bir gün belə aşağı düşmədi. Fərzəliyev 15 il müddətinə azadlıqdan məhrum edildi. Ramizi Azərbaycanda çox saxlamırlar. O Saratov şəhərində yerləşən bir sayılı cəza çəkmə müəssisəsinə etap olunur. Düz 10 il orada cəzasını çəkir. Burada o Çükün ləqəbli Igor Çükünov və Xapala ləqəbli Vladimir Xapalovla tanış olur. Bu həmin Xapaladır ki, 90-cı illərdə Saratova nəzarət edirdi. Onunla hətta yerli hakimiyyət orqanları belə hesablaşmaq zorundaydılar. Yaxın qohumunun dediklərindən. Atası yanında gedirdi tez-tez. Evdəkilərdən isə heç nə istəmirdi. Bircə onu deyirdik, mənə çoxlu kitab göndərin. Ya yanına gedəndə, ya da bağlamayla ona kitablar göndərirdi. Sizə bir maraqlı məqamı da deyim. O bütün Rus ədəbiyyatını oxumuşdu. Rus dilində təhsil almışdı deyə əsasən bu dildə oxuyurdu. O azadlığa çıxanda Saratovda böyük bir kitabxanası qaldı. Həmin kitabxana hələ də o türmədədir. Ramiz 1992-ci ildə azadlığa çıxıb Sabirabada qayıdır. Artıq yaxın qohumu olan Hikmət Muxtarov kriminal aləmdə söz yiyələrindən biri idi. Sabirabadlı Hikmət kimi keçmiş Sovetdə tanınırdı. Amma maraqlısı odur ki, Hikmət ona dayı deyirdi. Ümumiyyətlə bu dayı məsələsi də maraqlı mövzudur. Təkcə Hikmət yox, çoxları onu dayı deyə çağırırdı. Ona Qarbatı ləqəbini belində bir balaca əyrilik olduğuna görə veriblər. Amma Saratovda türmədə yatanda ləqəbi Kobra Ramiz olub. Həm söhbətimiz bir məqama da toxunur. Dediyinə görə həmin illərdə bir neçə Sabirabadlı gəncin meyitinin ermənilərdən alınıb verilməsində onun böyük xidmətləri olub. Sərdar Həmidovla da arası yaxşı idi. Atası Əleydər müəllim Bakıda xəstəxanada yatırdı. Sərdarda qardaşı İskəndər Həmidov da ona baş çəkməyə gəlmişdi. O da yadımdadır ki, 93-cü ildə sürətin dəstəsi rayonlarda icra hakimiyyətlərini devirəndə ona xəbər göndərmişdi. Sürətə demişdi ki, çalış Sabirabada tərəflərə fırlanma. Yadımdadır, sürətin dəstəsi Hacıqabuldan geri dönmüşdü. Ramiz Saratovdan gələndən dustaqlığa son qoyandan sonra bir daha həbsxana həyatı yaşamadı. Amma kriminal avtoritetlər arasında böyük nüfuz sahibi idi.
Həm Hikmət, həm rəhmətli Lotu Bəxtiyar sonradan Masallı Mamedin özü belə ona qanuni oğru adı verilməsini təklif ediblər. Amma hər dəfə etiraz edib. Oğru dünyasındakı tanınmışlara məsləhətlər verən dayı özü oğru ləqəbini götürməkdən imtina etmişdir. Heç nədə gözü yox idi. Amma əvəzində başına and içdikləri dostları var idi. Həmişə deyirdi, mənim bütün varlığım sizlərsiniz. O adının və hörmətinin pula görə zədələnməsini istəmirdi. Həmin dövrdə Azərbaycanda Oxşaka nəzarət onun ixtiyarında olub. Ramiz uzun müddət Oxşaka nəzarət edib. Bir də Biləcərli qurban olub. Onlar çox təmiz və ədalətli olduqlarından Oxşak onlara tapşırılmışdı. Yəni hamı bilirdi ki, yığılan pullar qəpiyinə qədər ədalətlə xərclənir, deyirəm söhbətimi. 2001-ci ildə doğmalarının dostlarının təklifi ilə evlənir. Bir qızı olur. Adətən Moskvada qərar tutur. Çünki bu şəhərdə çoxlu dostları vardı. Elə Lotu Hikmət də məhz Moskvada yaşayırdı deyə bu amilin də təsiri vardı. Çox hissiyatlı adam idi. Anası rəhmətə gedəndə hamını evdən çıxarıb cənazə ilə bir saat bir yerdə qaldı. Çıxanda ağlamaqdan üz-gözü şişmişdi. Təskinlik verdi. Qayıtdı ki, anamdan üzr istəyirdim, ona əziyyət verdiyimə görə. 2006-cı ilin aprelində Sabirabadlı Hikmət və Culfalı Bayram Moskvada sui-qəsdə məruz qaldı. Bu olay Azərbaycanlı kriminal avtoritetlər arasında çaşqınlığa səbəb oldu. Yeni liderin kim olacağı və başqa kriminal qruplaşmalarla əlaqələr sual altındaydı. Məhz belə bir vaxtda Qorbatı Ramiz bu çaşqınlığın qarşısını ala bilir. Dayı Masallı Mamedin üzərində dayandı. Amma eyni zamanda onu başqa bir məsələ narahat edirdi. Rusiya hüquq mühafizə orqanları Hikmətin işinin üstünü açmaqda sanki maraqlı deyildilər. Günün günorta vaxtında Moskvanın mərkəzi küçələrindən olan Leningrad prospektində 2 nəfər özdə kriminal avtoritetlər sui-qəsdə məruz qalmışdı. Və maraqlıdır ki, bu cinayət indiyədək açılmayıb. Hikmət və Bayram kriminal razborkalarının qurbanı olub. Ya bu tamam başqa bir səmtdən gələn olaylar idi, hələ də məlum deyil. Amma Qorbatı bu cinayətin axırına çıxmaq qərarına gəlib. İşə hətta Yaponçik belə qoşulub. Sonradan Yaponçikin özü də vurulub. Amma Ramiz cinayətkarların izinə düşə bilir. Və hər şeyin məlum olacağını az qalmış yoxa çıxır, onu evdən çıxanda vurmuşdular. 5 güllə dəymişdi. Soğuq qış günündə baş vermişdi onlar. Və həmin vaxtdan onun meyitini tapmaq mümkün olmamışdı. Dostları, yaxınları onun itkin düşdüyünü bilib, gəzmədikləri yer qalmamışdı. Morqları, xəstəxanaları, təcridxanaları belə. Ramizin meyti bir də 9 ay sonra Qarəriyəndə tapılmışdı, onu Sabirabadda dəfn etdilər, böyük təntənə ilə. Bir ildən sonra isə Elanadan olduğu Kürkəndi qəbristanlığında böyük qəbirüstü abidəsi qoyulur. Sabirabadlı Hikmətin məzarının yanında.